Salam əziz bacılar, qardaşlar. Rəbbimin İsa Məsihin ismində hər birinizi salamlayıram və Rəbbə minnətdaram ki, bu ilə bir aradayıq, Rəbbin huzurundayıq. Sizinlə bugünkü söhbətim Yaqubun məktubu 4-cü fəsil 13-cü, 16-cı ayələr ətrafında olacaq. Daha doğrusu təkəbbür haqqında olacaq. Və istərdim bu yerləri bir yerdə açıb oxuyaq. Bu Yaqubun məktubu 4-cü fəsil 13-cü, 16-cı ayələrdir. Burada belə yazılır. İndi siz belə deyirsiniz, bugün yaxud sabah biz filan şəhərə gedib, orada bir il qalacağıq və ticarətlə məşğul olub pul qazanacağıq. Əslində isə sabah nə baş verəcəyini bilmirsiniz. Axı həyatınız nədir ki? Qısa bir müddətə görünüb, sonra da yox olan buxardır. Bunun əvəzinə, əgər Rəbb istərsə, sağ qalarıq, bu ya və digər işləri görərik deməlisiniz. İndi isə siz öz təkəbbürlü olmağınızla öyünürsünüz. Bu cür öyünmələrin hamısı pisdir. Amin. İlk öncə istərdim baxaq görək təkəbbür sözünün mənası nədir? Təkəbbür sözü Yunan dilində iki sözün birləşməsindən yaranıb. Bu hyperfaino. Hyper mənası həddindən artıq, faino görünmək, özünü göstərmək mənasını kəsb edib. Bir yerdə isə bu sözlər sanki özünü başqasından üstün tutmaq, təkəbbürlü və qürurlu davranmaq ifadə edir. Yaqub əslində oxucularına tanış olan bir müqayisə gətirirdi. Qədim dünyanın müxtəlif güşələrində yaşayan bir çox yəhudilər uğurlu iş adamları idi. Onlar ticarətlə məşğul idilər və sərfəli sövdələşmələr bağlamaq üçün sərfəli imkanlar axtarırdı və yeni qurulan şəhərlərə gedib orada ticarətlə məşğul olurdular. Əslində ticarət və biznesin ağıllı planlaşdırılması şübhəsiz ki, günah deyil və qınağa layiq deyil. Bu iş adamların sözlərində mənəvi cəhətdən etiraz doğuracaq heç bir pis bir şey yox idi. Problem əslində onların nəyisə qaçırmasında idi. Onlar Allahın müdaxiləsini nəzərə almadan gələcəkləri üçün planlar qururdular. Və onların geniş planlarında Allah üçün xırda da olsa yer yox idi. Əzizlərim, istərdim öz həyatımıza nəzər salaq. Biz necə həyatımızla bağlı planlar qurarkən Allahı bu planlara dəvət edirikmi? Allaha bu planlarda yer ayırırıqmı? Yoxsa biz də plan qurarkən sanki Allah yoxdur kimi planlar qururuq? Oxuduğumuz hissədə əslində baxsaq hər şey çox gözəl planlayıb. Bu ideal bir plandır. Oxuduğumuz hissədə görürük ki, orada vaxt müəyyəndir, bu gün və sabah və həmin vaxt kəsəri əslində naməlum bir vaxt kəsəri deyil. Hansı ki, qərarsız insan bu yaxın məsafəni deyə bilməz ki, mən bu gün və yaxud da sabahlarım harası gedəcəm. Bu konkret bir vaxt kəsəri idi. İkinci, bu planda personal yer alır. Orada yazılıb biz, yəni konkret personal da var idi, kimlər iştirak edəcək. Üçüncü olaraq məkan, filan şəhər, məkan da bəlli idi. Dördüncü olaraq müddət, bir il müddətində. Beşinci ticarət, məqsəd ticarət idi. Altıncı isə gözlənilti idi. Gözlənilti isə pul qazanmaq idi, gəlir əldə etmək idi. Çox maraqlıdır, hər şey xırda detallara kimi düşünülüb. Bəli, bu ideal bir plandır. Amma bu dünya üçün ideal bir plandır. Bu, imanlılar üçün heç də ideal bir plan deyil. Çünki burada vacib olan əsas bir şey çatılır. Necə ki, Yaqub öz məktubunda bunu qeyd edir. Bəli, bu qədər plan qurulur, amma Allah haqqında bir dəfə də olsun planda qeyd olunmur. Gəlin, yenə də öz həyatımıza nəzər salaq. Planlarımıza Allahı dəvət edirikmi? Yoxsa biz də Allahı görməməzdən gəlirik? 14-cü ayədə Yaqubun Allahı görməzdən gələnlərin niyə axmaq olduğunun iki vacib səbəbini göstərir. Birinci səbəb, Yaqub bu cür insanların sabahın nə olacağını bilməyənlər kimi bəhs edir. Əslində, sabahın necə olacağını bilməyənlər haqqında düşünəndə kəlamda İsa Məsihin çəkdiyi bir misal yadıma düşür. Bu, Luka müjdəsi 12-ci fəsil 16-cı 20-ci ayələrdir. İstəyərdim bu yerləri sizin üçün oxuyaq. İsa onlara bu məsələdə danışdı. Bir varlının torpağı bol məhsul verdi.
Bu adam ürəyində düşündü, məhsulumu qoymağa yer yoxdur. Axı nə edim? Sonra dedi, belə edərəm. Anbarlarımı söküb, daha böyüklərini tikəcəm. Bütün taxılımı və malımı oraya yığacağam. Canıma deyərəm, ey canım, illərlə kifayət qədər var dövlət yığmısan. İndi dincəl, iç, keyf elə. Amma Allah ona deyir, ay axmaq, bu gecə canını səndən alacaqlar. Bəs hazırladığın kimə qalacaq? İsa Məsihin çəkdiyi məsələdə varlı insanın da gələcək haqqında heç anlayışı yox idi. O, gələcək üçün planlar quruldu və Allahın müdaxiləsi onun həyatını dəyişir. Onun bütün qurduğu planları puçləyir. O düşünürdü, mən sökəcəm, mən tikəcəm, mən hələ yaşayacam, mən hələ canıma deyəcəm, yiyiz, keyflə. Amma Allahın müdaxiləsi həmin insanın həyatında qurduğu bütün planları məhv edir. Eyni paralel olaraq Süleyman məsələləri 27-ci fəsil 1-ci ayədə də eyni prinsipi ifadə edir. Sabahınla öyünmə, çünki günün nə gətirəcəyini bilmirsən. Əzizlərim, əslində həyat gördüyün qədər sadə deyil. Həyatımız nəzarətimizdə olmayan hadisələrin, insanların və gözlənilməz halların mürəkkəb bir qarışığından ibarətdir. Buna baxmayaraq, bəziləri axmaq rızasına hələ də düşünür ki, bu həyatı onlar idarə edirlər. Əslində, onların ümidi yoxdur, onlar düşünürlər sadəcə. Amma mən bir şey bilirəm, biz imanlıların bir xırda üstünlüyü var. Və biz imanlılar hər gecə yatanda, hər səhər oyananda bir şeyə inanırıq. Bilir ki, bizim bu qəliz qarışıqdan ibarət olan həyatımızı idarə edən Rəbbdir. 14-cü ayədə Yaqub Allahı görməzdən gələnlərin niyə axmaq olduğunun ikinci vacib səbəbini təqdim edir. Həyatımızın qısalığı. Yaqub onlara xatırladır. Axı sizin həyatınız nədir? Bir müddət görünüb, sonra da yox olan bir buxardır. Əzizlərim, həyat keçicidir. Həyat tonqaldan çıxan tüstü kimidir. Soyuqda güclə hiss olunan bir nəfəs kimidir. Əslində həyatımızı çox da böyütməyək. Çünki biz bu dünyada əbədi deyilik. Və bizim ömrümüz çox da uzun deyil. Əminəm ki, hər birimizin vaxtın necə keçdiyini hiss etmirik. Sanki dünən uşaq idik, amma artıq bu günləri böyümüşük və yaxud da qocalmışıq. Keçən ay öz oxuduğum məktəbə getmişdim. Qızım 1-ci sinifə getməlidir. Və dedim, yaxşı olar ki, mən oxuduğum məktəbə gedim. Ora göndərim qızımı da. Və məktəbin girişindən həmin məktəb, həmin həyət girdim içəri. Bir yaşlı müəllimə vardı, qarşıladı məni. Deyir, nə lazımdır? Dedim, bəs mən bu məktəbi qurtarmışam. Bu məktəbin məzunu olmuşam və istəyirəm qızım da buranı oxusun. Döndü, deyir, neçənci ildə bitirmişsiniz məktəbi? Mən də dedim, 2006-cı ildə. Müəllimə belə dayandı, baxdı, deyir, Allah sənə saxlasın. 2006-nı elə dedin, elə bil ki, dünəndir. Onun üstündən artıq 20 il keçib. Və bir anlıq şok oldum. Həqiqətən də. Mən heç onu düşünməmişdim ki, mən artıq məktəbi 20 ildir qurtarmışam. Koridorlara baxırdım, sanki dünələm həmin koridorlarda qaçırdım. Pilləkənləri gördüm, dedim, həmin pilləkənlərdə perillalar heç dəyişməyib. Və bu sanki dünən idi, amma yox. Artıq onun üstündən 20 il keçmişdi. Əzizlərim, əminəm ki, hər birimizin həyatında belədir. Vaxtın nə dərəcədə sürətli keçdiyimi heç birimiz hiss etmirik. Yaqub məktubunda dediyi kimi, bizim həyatımız qısa bir müddət görünüb, sonra yoxa çıxan buxardır. Niyə bu qısa həyatımızı təkəbbürlü olmağa qurban edək? Axı, bu həyatın bir də gəlməyəcəyik. Axı, bu həyatda bu oyun deyil ki, bu həyat qutardı, təzədən girib yenidən başlayacağam. Belə bir şey olmayacaq. Bu həyat bizə bir dəfə verilib və bunu öz prinsiplərimizə, egolarımıza, təkəbbürümüzə qurban verməli deyilik. Gəlin biz Allahı görməməzdən gələnlər kimi etməyək həyatımızda. Əzizlərim, gəlin bu qısa olan həyatımızı
Rəbbin iradəsi ilə yaşayaq. Rəbbi həyatımıza, planlarımıza dəvət edək. Çünki İsa Məsihsiz bizim etdiyimiz hər bir şey pisdir. Sonda isə əzizlərim, sizə bir ayə hədiyyə etmək istəyirəm. Bu Süleyman məsəlləri 3-cü fəsil 5-ci, 6-cı ayələrdir. İstəyirəm bu yerləri sizin üçün oxuyun. Bütün qəlbinlə Rəbbə güvən və öz idrakına güvənmə. Bütün yollarında onu tanı. O da sənin yollarını istiqamətləndirəcək. Əzizlərim, istərdim həyatımızda öz egomuzun, öz təkəbbürümüzün ardınca yox, İsa Məsihin ardınca gedək. Qoy öz egomuzun dediyini yox, İsa Məsihin bizə dediyini eləyək. Qoy həyatımızda olan planlarımız öz istədiyimiz kimi yox, qoy Allahın istədiyi kimi olsun. Qoy bu işlərə hər birimizə xeyir-dua versin, bərəkətləsin. Amin.